Salam əziz müəllimlər və abituriyentlər. Bu gün biz sizə fe'l haqqında danışırıq. Ümumi qrammatik mənasına görə hərəkət bildirən əsas nitq hissəsinə fe'l deyilir. Məsələn, getmək, gəlmək, danışmaq və s. Fe'llər hərəkətin icra edildiyini bildirməklə yanaşı, hərəkətin icra edilmədiyini də bildirə bilər. Məsələn, getməmək, danışmamaq və s. Bunlar inkar fe'llərdir. Fe'llər şəxs, zaman və müxtəlif şəkilçiləri qəbul edərək müxtəlif suallara cavab verə bilir. Məsələn, nə edir, nə olur, nə edəcək, nə olacaq, nə etdi, nə oldu, nə edəsi, nə olasıdır, nə etməlidir, nə olmalıdır və s. İndi danışaq fe'lin quruluşca növlərindən. Fe'llər quruluşca sadə, düzəltmə və mürəkkəb ola bilirlər. Sadə fe'llər bir kökdən ibarət olur və yaxud da kök və qrammatik şəkilçidən. Yəni oxu sözü sadə fe'ldir. Oxuyur, ur indiki zaman qrammatik şəkilçi sadə fe'ldir. Gələcək, acaq-əcək, gələcək zaman şəkilçisi sadə fe'ldir. Mən zaman və şəkil şəkilçilərini izah edərkən bunlar haqqında ayrıca danışacağam. İndi isə düzəltmə fe'llərdən danışaq. Biz düzəltmə fe'llərdən danışarkən qeyd edək ki, düzəltmə fe'llər iki qrupa bölünür. Adlardan fe'l düzəldən şəkilçilər, fe'llərdən fe'l düzəldən şəkilçilər. Yəni bəzi şəkilçilər isimdən, sifətdən, saydan, əvəzlikdən və yaxud da zərfdən fe'l düzəldə bilir. Buna adlardan fe'l düzəldən şəkilçilər deyirik. Bəziləri isə fe'llərdən fe'l düzəldə bilir. Buna isə fe'ldən fe'l düzəldən şəkilçi deyirik. Başlayaq yazmağa. Adlardan fe'l düzəldən şəkilçilərə aiddir hansılar? Lalə. Məsələn, başlamaq sözü. Baş nə? İsimdir. Başlamaq nə etmək? Fe'ldir. Gözləmək, addımlamaq, yəni nümunələri artırmaq olar. İkinci, lanlən. Ruhlanmaq. İsimdən fe'l düzəldib bu da. Mən lanlən və laşlə şəkilçisi haqqında biraz sonra ətraflı danışacağam. Orada göstərəcəm nə zaman bütöv götürülür, nə zaman ayrılır. Burada hələ ki ümumi siyahını qeyd etdiyim üçün demirəm. Laş-ləş. Gözəlləşmək. Baxın, burada sifətdən fe'l yaratmışıq. Yaxşılaşmaq, pisləşmək və s. Sonra al-əl şəkilçimiz var. Bu şəkilçimiz də sifətdən fe'l yarada bilir. Məsələn, düzəlmək, düz, düzəl, qocalmaq, qocalmaq, durulmaq. Bunu da yazmaq olar. Al-əl və yaxud da l formasından da istifadə etmək olar bunun. Sonu saitlə bitən sözlərə a saiti düşür və təkcə l şəkilçisi işlədilir. Sonra al-əllə bağlı biz saydan da fe'l yarada bilərik. Məsələn, azalmaq, çoxalmaq və s. Sonra ar-ər şəkilçisi var. Hansı ki, otarmaq sözündə ağarmaq, bozarmaq, qızarmaq yox, qızarmaq sadədir. Ağarmaq. Baxın, otarmaq ot ismindən fe'l yaratmışıq. Ağarmaq isə sifətdən fe'l yaratmışıq. Sonra a-ə şəkilçisi var. Bu şəkilçiyə aiddir. Qanamaq. Qan ismindən qanamaq fe'l yaratmışıq. Yaşamaq. Yenə yaş ismindən yaşamaq fe'l yaratmışıq. Boşamaq. Boş sifətindən baxın, boşamaq fe'l yaratmışıq. Sonra ələmək, unu ələmək sözün kökü əldir. Bu şəkildə indi silib davam edək.
Sonra sa-sə şəkilçisi var. Susamaq. Su ismindən feil yaratmışıq. Bir də qəribsəmək. Qərib sifətindən. Qərib necə? Qəribsəmək nə etmək? Sonra ı, i, u, ü. İstifadə edə bilərik. Məsələn, turşumaq. Turş, turşu. Sifətdən feil yaradırıq bu şəkildə. Ləngimək. Təngimək və s. Buradan da diqqətli olaq, baxaq bunlara. Sonra var burada ilk şəkilçimiz. Biz bunu ıx üstü 4 kimi yazırıq. Məsələn, gecikmək. Zərfdən feil yaratmışıq. Gec zaman zərfidir. Sonra imsə şəkilçimiz var. Bununla bağlı bizim 2 sözümüz var. Mənimsəmək. Bir də gülümsəmək. Mənimsəmək mən əvəzliyindən, gülümsəmək isə gül feilindən yaranmış feil olacaq burada. Sonra var burada aş şəkilçimiz yanaşmaq. Yan, yanaş. Ildaş şəkilçimiz var. Bunlar müxtəlif səslərdən, təqlidi sözlərdən yaranmış feillərdir. Məsələn, pıçıldamaq. Və s. İndi isə buranı silək. Feillərdən feil düzəldən şəkilçilərdən danışaq. Əslində elə bunlar bunların çoxusu feilin qrammatik məna növlərinin şəkilçiləridir. Bunlara aiddir ıl, il, ul, ül. Məsələn, yazılmaq, süzülmək, baxılmaq. Mən hərəsinə aid bir nümunə yazıb keçəcəm. Onsuz da birin-birində də digər nümunələri gətirmək mümkündür. Sonra ın, in, un, ün. Alınmaq, bilinmək və s. Iş, iş, uş, üş. Görüşmək, vuruşmaq, baxışmaq. Yəni, bu qarşılıq birgəlik növ yaradacaq. Yaratmaya da bilər. Növlərdən danışanda bunların hamısı haqqında ayrı-ayrı danışacaq. Nə zaman nə yaradır? Sonra dır, dir, dur, dür. Məsələn, deyə bilərik yazdırmaq. Bu da icbar növün şəkilçisi olmaya da bilər. Bununla danışacaq. Sonra ır, ir, ur, ür şəkilçisi var. Mən bu şəkilçi haqqında ayrıca danışacağam. Lan, lən, laş, ləş və bu həmin bu ır, ir. Və bir də ar, ər şəkilçisi haqqında ayrıca danışacağam biraz sonra. Yazaq bura keçirmək. Keçmək, keçirmək, köçmək, köçürmək və s. Ar-ərə aiddə yazaq çıxarmaq, qoparmaq. 2 sözümüz var əlimizdə. Feildən feil düzəldərkən biz bu şəkilçilərdən istifadə edirik. Sonra ala, ələ şəkilçimiz var. Məsələn, daha doğrusu elə ələ şəkilçisidir bu. Məsələn, səpələmək sözüdür, eşələmək sözüdür və s. Sonra qazımaq sözündə, bax, qaz sözündən qazımaq. Yəni, bu da feildən feil düzəldən şəkilçidir. Sonra
dər şəkilçisi var. Döndərmək. Baxın, göndərmək sadədir. Birazdan sadə fe'llərin də siyahısını yazacağam. Döndərmək. Fe'ldən fe'l düzəldən şəkilçidir. Sonra xala şəkilçisi var. Bu da az işlənən, yəni məhsuldar, qeyri-məhsuldar şəkilçidir. Məhsuldar olmayan ovxalamaq sözündə biz istifadə edirik bu şəkilçidən. Sonra qonu şəkilçisi var. Udqunmaq. Gülümsəməkdən danışdıq bayaq biz. Uz şəkilçimiz var. Az üstü 4 yazaq buna. Məsələn, qorxuzmaq. It, it, ut, üt. Və yaxud da t şəkilçimiz var. Oxutmaq. Axıtmaq da olar. Axıtmaq da ıtdır. Burada oxutmaq da təkcə t'dır. Çünki bu sayt var deyə biz bu şəkilçinin saytını yazmırıq. İndi isə danışaq. Qeyd etdiyimiz həmin o şəkilçilərdən, lanlərin şəkilçisindən danışaq. Lanlə. Bu şəkilçi bütöv də götürülə bilər. Lalə üstəgəl n kimi, yəni 2 leksik şəkilçi kimi də götürülə bilər. Bütövündən yazaq. Məsələn, yazaq ruhlanmaq. Sözü kök şəkilçiyə ayıraq. Ruh sözün köküdür. Nə ruh isimdir. Ruhlamaq sözü yoxdur. Bəzən yanlış olaraq ruhla kimi oxuyurlar. Ruhla, mən bunu yüksək ruhla etmişəm. Müəllim, bu olarmı? Xeyr. Ən rahatı çaşmamaq üçün maq məq şəkilçisini artırmaq lazımdır bunların sonuna. Sözü tək deməyin. Gedib çıxacaqsınız onda başqa yerə. Ki, hansı ki o yer bizə lazım deyil də, yəni. Ruhlamaq sözü dilimizdə varmı? Xeyr, yoxdur. Bu zaman lan bütöv götürüləcək. İsimdən nə yaratdıq? Fiil. Maq isə məzdər, qrammatik şəkilçidir. Deməli, sözün kökü nə oldu? Ruh ismi. Sözün yarandığı nitq hissəsi nə oldu? Yenə ruh ismi. Çünki sözdə bir leksik şəkilçi var və biz həmin bu lan şəkilçisini, yəni bağlayanda əlimizdə yenə ruh sözü qalır. Yəni sözün kökü ilə sözün yarandığı söz eyni sözdür. Hər ikisi ruh sözüdür, isimdir. İkinci. Yazaq bura yenə lanlə. Amma bu dəfə bunları ayıracaq. Lalə bir şəkilçi, n isə bir şəkilçi, 2 leksik şəkilçi olacaq. Yazaq hazırlanmaq. Hazır. Necə sifətdir? Hazırlamaq. Dilimizdə varmı? Var. Nə etmək? Feildir. Hazırlanmaq. Nə etmək? O da feildir. Maq isə məzdərin şəkilçisi qrammatikdir. Deməli, sözün kökü sifətdir. Amma yarandığı nitq hissəsi feildir. Niyə? Çünki lanlərin şəkilçisi ayrılır. Biz burada son leksik şəkilçinin n-dır. N-nı əlimizdə bağlayanda yerdə qalan əlimizdəki hissə nədir? Hazırlamaq. Nə etmək? Feildir. Deməli, söz feildən yaranmış feil olacaq. Yəni, lanlərin şəkilçisini bütöv götürəndə sözün kökü ilə yarandığı nitq hissəsi eynidir. Bu isim də ola bilər, sifət də ola bilər. Məsələn, ruhlanmaq sözünü yazdıq. Şadlanmaq, məsələn, şad sifətdir. Alovlanmaq, alov isimdir. Kədərlənmək, kədər isimdir. Bunların kökləri də eyni nitq hissəsidir,
yarandığı nitq hissələri də eyni nitq hissəsidir. Yəni hər ikisində alov sözdür və yaxud da kədər sözdür və yaxud da şad sözdür və yaxud da ruh sözdür. İsim və yaxud da fe'l olur. Lanləndə isə sözün kökü ayrı nitq hissəsidir. Yarandığı nitq hissəsi isə fe'ldir. Çünki bizdə lalə ilə bitən fe'llərimiz var. Hazırlamaq və yaxud da məsələn itilənmək yaza bilərik bura. İti necə? Bu sifətdir. İtilə net fe'ldir. İtilən net o da fe'ldir. Maqmək yenə məstər. Sözün kökü sifətdir. Yarandığı nitq hissəsi isə itilə fe'lidir. Eyni qaydanı biz tətbiq eləyəcəyik. Laş ləş şəkilçisi üzərində də diqqətli olaq. Baxın, bu şəkilçilər bizi çaşdıra bilir. Həm də lan ləş şəkilçisində nəyə fikir verin? Ayıra bilirsinizsə, bu zaman bu fe'li məchul növ götürə bilərsiniz. Və yaxud da digər növlər də götürə bilərsiniz. O baxır sizə təqdim olunan fe'ldən. Mən fe'lin qrammatik məna növlərində bu haqda danışacağam. Yəni bu haqda da ayrıca bir videomuz var. Danışaq laş ləşdən. Yenə eyni qayda. Bütöv götürülə bilər. Məsələn, deyə bilərik halallaşmaq. Buradan yazın bu fe'li. O tərəfə toxunmasın deyə. Halallaşmaq. Halal necə? Sifət. Halallamaq sözü dilimizdə yoxdur. Baxın, laş bütöv olacaq. Halallaş net fe'l. Maq yenə məstər. Sözün kökü sifətdir. Yarandığı nitq hissəsi də sifətdir. Bu tərəfdə isə laş ləşə verə bilərik. Ayıraq bunu. Lalə, şı, yəni bu bir olacaq da. Lalə, plus şı kimi. Yəni iki şının üzərindədir. Əslində belə olmalıdır. Hazırlaşmaq yaza bilərik. Salamlaşmaq yazaq heç. Salam isimdir. Salamla net fe'ldir. Salamlaş bu da fe'ldir. Maq məstər qrammatik. Baxın, sözün kökü salam ismidir. Yarandığı nitq hissəsi isə salamla fe'li olacaq. Yəni laş ləş ayrılanda fe'ldən fe'l hesab olunacaq. Necə ki, bayaq lan lən ayrılanda elə olmuşdu. Və biz burada şı şəkilçisi ayrılır deyə bunu qarşılıq bir gəlik növ kimi verə bilərik. Halallaşmaq sözündə isə laş şəkilçisi ayrılmayıb deyə bu bütöv məlum növ hesab olunacaq. Yenə deyirəm, mən növlərdən danışarkən buna toxunmuşam. Digərlərini də bu şəkildə tapacaqsınız. Dilimizdə bəzi fe'llər var ki, orada lan ləni ayıra bilərsiniz, ayırmaya da bilərsiniz. Sulanmaq sözünü yazaq bura. Gəlin cümlə üzərində yazaq. Meyvə sulandı. Yəni yetişdi. Yəni ağaclar meyvə gətirir. Hansı ki, bu meyvələr yetişir, artıq yeməli hala gəlir. Su sözün köküdür, lan bütövdür. Bunu biz sulamırıq. Amma güllər sulandı. Gülü sulamaq mümkündür. Su, sula, sulandı. Baxın bu şəkildə. Sonra yağlanmaq sözüm. Saçı yağlanıb. Bir də deyə bilərəm ki, xəmir yağlanıb.
Saçı kimsə yağlamır, ona görə də lan burada bütövdür. Xəmiri isə yağlamaq mümkündür. Lavəni ayrılır. Yağla, yağlan. Bu olacaq məhcur kimisə tərəfindən və ayaqlanmaq sözü. Belə yazmaq olar. Ayaqlanmaq. Xalq ayaqlandı. Yəni ayağa qalxdı. Hərəkətə gəldi. Burada kimsə xalqı ayaqlamır. Əksinə, xalq özü hərəkətə gəlir. İcazə vermir kimsə onu tapdasın. Yəni xalq özü bir hərəkətə gəlir. Lan burada bütövdür. Amma ayaqlanmaq hansı mənada? Ayaq altına alınmaq, tapdalanmaq mənasında. Ayrıla bilər. Bax, burada qeyd edirəm. Ayaqlanmaq. Yəni bu ayaq altına alınmaq, tapdalanmaq bu mənalardadır. Bunlar ayrıla bilər. Sonra laş, ləş, daşlaşmaq feilinə fikir verək. Uşaqlar birinci bunu yazmayayım. Birinci o birisi nümunə yazım, sonra bunu yazaram. Sement daşlaşdı. Yəni qaldı bərkidi. Daş. Onda biz onu daşlamırıq. Laş bütövdür. Leksikdir, qrammatik. Amma uşaqlar daşlaşdı. Yəni bir-birinə daş atdılar, daşladılar. Baxın, lanı ayıra bilirik. 2 leksik, d isə olacaq qrammatik. Buradan diqqətli olaq. Sonra danışırıq ır, ir, ur, ür şəkilçisi haqqında. Bu şəkilçidən diqqətli olaq. Bu bizə idimiş isə hissəciklərini keçərkən lazım olacaq. İndidən bilək ki, orada problemimiz yaranmasın. Baxın, bu şəkilçi ola bilir hansı feillərdən? İndiki zaman, qrammatik. İndiki zaman, qrammatik. Bir də feildən feil düzəldən leksik ola bilir. Feildən feil düzəldən leksik şəkilçi. Həmişəmi xeyr. Hardasa 10-15 feil var ki, dilimizdə ən çox işlənən. Yəni həmin bu feillər üzərində biz bunları görə bilərik. Bunlar hansı feillərdir? Normalda baxın. Gedir, gəlir, oxuyur, görür, istəyir, danışır, gülür. Burada ır-ir-ürü indiki zaman qrammatikdir. Nə edir, nə olur sualına cavab verir. Amma bu qeyd edəcəyim feillər ki var. Bu feillərdə 2 cür düşünülə bilər. Keçirmək. Köçürmək. Maq-məksiz verim ən yaxşısı. Çünki maq-mək olarsa, artıq bu feildən feil olacaq. Yəni feildən feil düzəldən leksik şəkilçi olacaq. Ona görə də bu hissəsini silin bunu. Keçir, köçür, bişir, bitir, aşır, artır, itir, uçur, ötür, qaçır, düşür, batır, artır.
Baxaq. Keçir, köçür, bişir, bitir, aşır. Artır yazmışam 2 dəfə. Qoy baxırıncını silim. Bitir, uçur, ötür, qaçır, düşür, batır, daşır da yazmaq olar. Və s. Ən çoxlanları yazdım. Təxminən bəli bir 12-13 sözdür. Bu sözlərdə ır-ır, ır-ır şəkilçisi indiki zaman qrammatik şəkilçi də ola bilər. Feildən feil düzəldən leksik şəkilçi də ola bilər. Əgər burada maqmək gəlməyibsə, maqmək gəlibsə, onda artıq feildən feil düzəldən leksik şəkilçidir. Deməli, biz hardan bilək ki, bu hansıdır? Cümlə daxilində bizə bu söz veriləcək. Mən çox nümunə yazacağam. Hələ ki, bura birini yazıram. Keçir sözünə. Qeyd edək. Yazaq ki, küçədən maşınlar keçir. Bir də yaza bilərək ki, paltonu asılqana keçir. İndi müxtəlif metodları var, müxtəlif yolları var. Mən ən rahatını deyəcəm. Nə iş görürük? Həmin bu ır, ir, ur, ür şəkilçisini silirik, çıxardırıq. Əvəzinə digər zaman şəkilçiləri veririk. D, du, dü, keçmiş və yaxud da acaq, gələcək. Fərqi yoxdur. Qəti gələcək, qeyri-qəti gələcək, nə bilim, şuhudi keçmiş, nəqli keçmiş, onun heç birinin bizim üçün fərqi yoxdur. Hansını istəyirsiniz verin. Keçir əvəzinə keçdi verək. Burada da həmin işi görək, keçdi verək. Küçədən maşınlar keçir, küçədən maşınlar keçdi. Baxın, bu olar. Deməli, burada biz indiki zaman şəkilçisidir ki, yerinə nə qoymuşuq? Keçmiş zaman. Bir zamanı başqa zamanla əvəz etmişik. Düzdürmü? Paltonu asılqana keçir. Deyə bilərik, paltonu asılqana keçdi. Xeyr, bu mümkün deyil. Keç sözün köküdür. Artıq burada ir, indiki zaman olmayacaq. Niyə? Mən onun əvəzinə keçmiş zaman verə bilmədim. Zaman olsaydı əvəzinə zaman verərdim. Zaman verə bilmədim. Deməli, bu ir leksik şəkilçi olacaq. Bu feildən feil düzəldən şəkilçidir. Bəzən nə iş görürlər? Bizim şagirdlərimizdə onu ən çox görürəm. Ir şəkilçisini saxlayırlar, bir də onun üzərinə di qoyurlar. Və bəzən də bu yanlışlığa gətirib çıxardır. Elə etməyin əzizlərim. Siz həmin bu ır şəkilçisini atın, silin. Onun yerinə d-dini və yaxud da acaq-acəyi qoyun. Yaxşımı? Bir də onun üzərinə qoymayın. Bu gəlib çıxacaq idiymiş feillərdə. Bundan növbəti dərsdə danışacağam. Yəni bu ayrı bir şeydir. Belə etməyin. Sonra köçür sözündən danışaq. Məsələn, qonşumuz Bakıya köçür. Yazını dəftərinə köçür. Qonşumuz Bakıya köçdü verirəm. Köçəcək də deyə bilərəm. Heç bir problem yoxdur. Baxın. Nə edir? Köçür. İndi bu dəqiqə köçür.
indiki zaman şəkilçisi qrammatikdir. Yazını dəftərinə köçür, yazını dəftərinə köçdü. Görürsüz nə anormal bir cümlə yaranır. Bu olmaz. Deməli bu indiki zaman deyil ki, mən ona əvəzinə zaman verə bilməmişəm. Bu feildən feilcədən leksik şəkilcidir. Digərlərini də bu şəkildə davam etdirmək olar. Bəzən t-nı da artırmaq olur feildən feilcəldən şəkilçi olarkən. Məsələn, paltonu asılqana keçirt, bəli. Yazını dəftərinə köçürt, bəli. Amma mən bu metodun üzərində həmişə dayanmıram. Niyə? Çünki həmişə özünü tutmur. Məsələn, keçirt, köçürt, qaçırt, düşürt, uçurt. Bu feillərdə verə bilərəm t-nı. Amma bəzən verə bilmirəm axı. Məsələn, mən itirt verə bilmirəm. Mən artırt verə bilmirəm axı. Qoy bir dənə də cümlə yazım. Deməli, vaxt yaxınlaşır, həyəcan artır. İmtahana az qalanda artıq həyəcan artır. Bir də var deyirəm. Televizorun səsini artır. Buna necə t-nı verim? Məsələn, həyəcan artır, həyəcan artdı, artacaq. Baxın, bunları verdim. Deməli, bunlar zaman əvəzinə keçmiş və gələcək zaman vermişəm. İndiki zaman qrammatikdir burada. Televizorun səsini artır. Artdı deyə bilmirik, düzdürmü? Bu olmur da. Bu olacaq feildən feilcədən leksik şəkilçi. Amma görürsünüz, mən burada t verə bilərəm. Artırt deyə bilmirəm. Məsələn, yenə deyirəm, 13 sözdən yarısına t-nı verə bilirəm, yarısına t-nı verə bilmirəm. Ona görə də bu metod həmişə özünü doğrultmur. Yəni, mən bunu bütün sözlərə şamil edə bilmədiyim üçün üzərində durub deyə bilmirəm. Ona görə də digər zamanlarla əvəz etməyi daha münasib görürəm. Bu belə. Bu feilləri bir də qayıdacaq biz. İdiymiş hissəciklərlə danışanda mən yenə müqayisə edəcəm, bunların vurğularını göstərəcəm, başlanğıc formaların kök şəkilçi ayıracaq, biz bunları ayıracaq. Danışıq ar-ərdə. Çünki bayaq qeyd etdik ki, ar-ərdə də belə bir şey var. Ar-ər şəkilçisi ilə biz bundan öncə tanış olmuşuq. Feildən isim düzəldə bilir. Məsələn, aç sözündən açar, dəy sözündən dəyər, kəs sözündən kəsər yaradıb. Sonra elə burada da tanış olduq ki, isimdən feil yaradır o otarmaq sözündə. Sonra ağarmaq, bozarmaq kimi sözlərdə sifətdən feil yaradıb. Bu öz yerində. Bizim indi əsas deyəcəyimiz məsələ iki məsələdir burada. Qeyri-qəti gələcək zamandır. Bu qrammatikdir. İkincisi isə feildən, feil düzəldən leksik ola bilir. Nə zaman? Qopar, çıxar sözlərində iki sözdə. Adətən biz bunu görmüşük. Baxaq. Biz burada rahat t-nı verə bilərik. Digər zamanlarla da əvəz edə bilərsiniz. Sizə hansı metod xoşdursa, o metoddan da istifadə edə bilərsiniz. Bax, burada icazə veririk, burada deyirik. Qopar sözünə baxaq. Düyməni qopar. Və yaxud da gülü qopar. Digər tərəfdə deyək ki, külək əssə, ağaclar yerindən qopar. İndi gəlin baxaq.
Düyməni qopart. Baxın, t deyə bilirəm. Gülü qopart. T deyə bilirəm. Bəli. Burada ar leksik şəkilçidir. Yenə ar leksik şəkilçidir. Digər tərəfdən əvəzinə zaman verə bilmirəm. Düyməni qopdu, gülü qopdu, qopacaq deyə bilmirəm. Həqiqətən də bu zaman deyil. Leksik şəkilçidir. İkinci cümləmizdə külək əssə ağaclar yerindən qopar. Qopacaq deyirəm. Baxın. Deməli, qop sözün köküdür. Ar qeyri-qəti gələcək zaman şəkilçisidir, qrammatik şəkilçidir. Çıxar sözündə də eyni qaydamız var. Ona da 2 cümlə yazaq. Məsələn, gözlə, o, indi, evdən çıxar. Bir də var deyirəm, əlini cibindən çıxar. Gözlə, o indi evdən çıxar. Görürsünüz, bura t verə bilmirəm. Çıxacaq verə bilirəm. Digər zaman verə bilirəm. Deməli, bu zaman şəkilçisidir. Qeyri-qəti gələcək zaman qrammatikdir. Əlini cibindən çıxar. Əlini cibindən çıxacaq deyə bilmirəm. Görürsünüz, bu olmur. Ar leksik şəkilçidir. Feildən feil düzəldir. Görürsünüz, bura t-nı da əlavə etmək olar. Bu şəkildə. Mən sadə feillərin siyahısını sizə verməmişdim. Bəzən elə feillər var ki, sanki şəkilçi varmış kimi görsənə bilər, amma əslində şəkilçi deyil. Onlar bütöv kökdür. Çünki sözə kök şəkilçiyə ayırmaq mümkün deyil. Sonra kökdən sonra şəkilçi qoşulanda məna bağlılığı yoxdur. Məsələn, ağlamaq. Baxın, ağla ağlamağın əlaqəsi yoxdur. Ona görə də sadədir bu. Saxlamaq. Bağışlamaq. Bağış sözü yoxdur dilimizdə. Dinləmək. Din və dinləməyin arasında heç bir əlaqə yoxdur. Din sözü amonimdir. Din, istəyiş etdiyimiz din, İslam, xristianlıq və s. Və yaxud da dinmək, danışmaq. Amma bunların heç birinin dinləmək sözü əlaqəsi yoxdur. Danlamaq. Dan sözü də amonimdir. Dan. Sübh çağı. Bir də var danmaq, yəni boynundan atmaq. Bunun da danlamaqla heç bir əlaqəsi yoxdur. Sonra danışmaq. Dan və danışın əlaqəsi yoxdur. Barışmaq. Bar və barış yoxdur əlaqə. Yarışmaq. Yar və yarış əlaqə yoxdur. Qarışmaq. Sonra güləşmək. Gül və güləşin əlaqəsi yoxdur. Alışmaq. Al və alışın əlaqəsi yoxdur. Sonra bələmək sözü var. Bu bütöv kökdür. Dağılmaq. Dağ və dağılın əlaqəsi yoxdur. Kiçilmək. Kiç sözü yoxdur Azərbaycan dilində. Uzanmaq. Alçalmaq. Və s. Yəni siyahını artırmaq olar. Digərlərini də özünüz də oxuya bilərsiniz, araşdıra da bilərsiniz. Qarşınıza da çıxa bilər. Yəni ayıranda görəcəksiniz ki, kökdən sonra şəkilçi qoşulanda aralarında əlaqə yoxdur. Biləcəksiniz ki, bunlar sadə feillərdir. Mürəkkəb feillərdən danışaq. Mürəkkəb feillər 2 və daha artıq feilin birləşməsindən yaranır.
Bitişik də yazıla bilər, devsə də yazıla bilər, ayrı da yazıla bilər. Bitişik yazılanlara aiddir. İstiotlaşmaq, xudahafizləşmək, sağollaşmaq sözü, sağ bir də ol. Sonra xoşallanmaq sözü var. Və s. Devslə yazanlara isə aiddir. Əks mənalı və yaxud da yaxın mənalı sözün birləşməsindən yarananlar var burada. Deyib gülmək, məsələn. Bu yaxın mənalı sözlərdir. Atılıb düşmək, bu əks mənalı sözlərdir. Mürəkkəb fe'llər isə, daha doğrusu mürəkkəb fe'llərin ayrı yazılanları isə hansılardır? Olmaq, etmək tipli sözlərdən təşkil olunanlar. Yaxşılıq etmək, pislik etmək, dost olmaq və s. Olmaq sözü, baxın, ayrılıqda müstəqil fe'l kimi götürülə bilər. İndi mən bunların nümunələr yazacağım sizə, hansı ki bu bizə burada və xəbər mövzusunu keçərkən lazım olur. Cümləni düzgün təhlil etməyimiz üçün vacibdir bu. Yazaq bura olmaq. Olmaq fe'li hansı mənalarda ayrı cür təhlil, təkcə yəni ayrı və təhlil oluna bilər. Bunlar doğulmaq, anadan olmaq baxımından. Məsələn, bir qızı olub. Bir qızı oldu, yəni doğuldu. Bu mənada olduğunu ayrı cür təhlil edə bilərsiniz, tək başına götürə bilərsiniz. Qız sözü ilə əlaqələnmir. Yəni burada bütöv götürülmür, belə deyək. Əlaqələnmir yox, bütöv götürülmür. Sonra buraya yazaq doğulmaq mənasında. Sonra olmaq baş vermək mənasında. Hadisə. Dünən oldu. Dünən olub. Baxın, bu baş veribdir. Sonra mövcud olmaq. İnsan olmasa təbiət nəyə gərəkdir? İnsan olmasa təbiət nəyə gərəkdir? Nəyə gərəkdir? Yəni mövcud olmasa. Bax bu mənada. Sonra mümkün olmaq. Olar, danışım, yəni mümkündürmü? Olar içəri daxil olun. Bax bu mənalarda. Sonra var orada bir də iştirak etmək. İclasda oldum. Yəni iştirak etdim. Dərsdə olmaq. Bu mənalarda deməli ayrı götürülə bilər. Burada altına bir düz xətt çəkmişəm. Yəni bu xəbəri göstərmək üçündür. Sadəcə sözü göstərmək üçündür. Yanlış anlaşılmasın.
Bu belə. Etmək sözü isə yerinə yetirmək mənasında ayrıca götürülə bilər. Bunu mən etmişəm, yerinə yetirmişəm. Tapşırıqlarını etmisənmi, yəni yerinə yetirmisənmi? Bu mənada ayrıca təhlil oluna bilər. Bir də A+ bilmək var. A+ bilmək. Məsələn, yaza bilmək. Yaza bilmək, oxuya bilmək. Bunu bütöv götürdük. Amma bilmək sözünü məlumatlıyam. Yəni bu barədə bilirəm. Bilirəm, yəni xəbərim var da, məlumatlıyam. Bax, bunu biz ayrı götürürük. Müstəqil xəbər, müstəqil fe'l, hesab olunacaq. Sonra danışıq fe'lin təsdiq və inkarından. Bunu da bu mövzunun içinin daxilində keçək. Təsdiq fe'llər hərəkətin icra edildiyini bildirir, inkar fe'llər hərəkətin icra edilmədiyini bildirir. Məsələn, baxmaq, baxmamaq. Mamə inkarlıq şəkilçisidir və bu qrammatik şəkilçidir. Fe'lin lazım şəklində isə mamə şəkilçisindən yox, biz deyil sözündən istifadə edirik inkarlıq yaratmaq üçün. A səsidən sonra, yəni yazmayasıyam yox. Baxın, yazmayasıyam. Bu səhvdir. Belə olmalıdır. Yazası deyiləm. Baxın, bu da doğru olan. Lazım şəkildə bu şəkildə olur. Sonra mamə fe'lin inkar şəkilçisi ilə biz fe'ldən isim düzəldən və yaxud da fe'ldən sifət düzəldən maməni səhv salmayaq. Süzmə dadlı idi. Mənə çay süzmə. Baxın, süzmə dadlı idi. Nə dadlı idi? Süzmə. Bu isimdir. Süz sözün köküdür. Mə leksik şəkilçidir. Nə yaratmışıq? Fe'ldən isim. Baxın, fe'ldən isim. Bu leksik şəkilçidir. Vurğu qəbul edir. Bir də mənə çay süzmə. Burada mə qrammatik şəkilçidir. İnkardır. Mə vurğunu qəbul etmir. Vurğu düşür ü-nün üzərinə. Mənə çay süzmə. Bu fe'ldir. Mə isə qrammatik şəkilçidir. Yəni burada biz hansı nitq hissəsini düzəlməyini görmürük. Dondurma, dondurma, soyutma, soyutma, qovurma, qovurma. Bu şəkildə. Məsələn, fe'ldən isim düzəltdiyi kimi fe'ldən sifət də düzəldə bilir. Məsələn, büzmə don. Necə don? Bir də var, deyirəm ki, dodaqlarını büzmə. Burada inkar fe'l yaratmış olacaq. Sonra danışıq nədən? İndiki zaman şəkilçisi əgər inkarda işlənibsə, məsələn, bilmirəm sözündə belə olacaq. Bil, üstə m, üstə ir, üstə əm. Bilmirəm. Yəni kök, qrammatik, qrammatik, qrammatik. Burada mamənin əsi düşmüş olacaq. Bilməyirəm qısalıb
olub bilmirəm və bu bilmirəm əslində elə doğrudur. Bilməyirəm yox, bilmirəm olacaq. Məsələn, Səməd Vurğunun Azərbaycan şeirində orada qeyd olunub ki, bilinməyir yaşın sənin, nələr çəkmiş başın sənin. Bilinməyir yaşın sənin. Əslində bu doğru qeyd olunmubdur. Sadəcə olaraq Azərbaycan belə deyək də, şeir yazarkən qafiyə quruluşuna uyğun olaraq daha yaxşı alınması üçün bu yoldan istifadə edib şair. Amma əslində bilmirəm olacaq bunun. Bilinməyir yox, bilinmir olmalıdır orada da. Burada da bilmirəm. Yəni ma mənim əsi düşmüş olacaq. Və yaxud da yazmaram. Biz vurğudan danışarkən bunu qeyd etmişik. Burada da yazmayaram olmalıdır. Ma mədəki a düşüb, y bitişdiricidə düşüb, daha bitişdiriciyə ehtiyac yoxdur çünki. Və burada arər vurğu qəbul edir. Yazmaram. Əslində bu ma mənin ası deyil. Ar ərin a. Qeyri-qəti gələcək zamanda yəni işlənmiş ar ər şəkilsində olan adır bu. Ona görə də vurğu qəbul edir. Buna fikir verək. Sonra qeyri-qəti gələcək zamanda elə danışmışkən qeyd edək. Deməli, ikinci və üçüncü şəxsin təkində cəmində r-zıya keçir. Məsələn, sən bilmərsən yox, bilməzsən olmalıdır. Bəzən sən bilmərsən deyirlər, baxın bu səhvdir. Belə olmaz. Bu düzdür. Sən bilməzsən. Siz bilməzsiniz. O bilməz. Onlar bilməzlər. Mən və bizdə amma xeyr. Elə r olaraq qalır. Mən bilmərəm, biz bilmərik. Amma ikinci, üçüncü şəxslərdə r nəyə keçir? Keçir z-ya. Feilin təsdiq və inkar yəni inkar şəkilsi haqqında bu qədər. Feilin digər hissələri növbəti videolarımızda olacaq. Videolarımız sizə maraqlıdırsa bəyənib paylaşmağı unutmayın. Sağ olun, salamat qalın.